Salam hər kəsə. Bu günlərim kitabxanaçılıq imtahanında və yaxud da ki, müsahibə mərhələsində ən çox verilən və ya test mərhələsində ən çox düşən 5 sual ətrafında məlumat verəcəyəm. Burada gördüyümüz 5 sualı izah edəcəm. Başlayaq birinci sualdan. Dövlət siyasətini həyata keçirən kitabxana hansıdır? Test mərhələsində də düşübdür, müsahibə mərhələsində də soruşulur. Dövlət siyasətini həyata keçirən kitabxana Milli Kitabxana, yəni Mirzə Fətəli Axundov adına Milli Kitabxanadır. Yəni əgər belə bir sual düşsə, variantlardan Milli Kitabxananı seçəcəksiniz və yaxud da ki, müsahibə mərhələsində verilsə, deyəcəksiniz ki, kitabxana iş haqqında qanunda qeyd olunubdur. Dövlət siyasətini həyata keçirən kitabxana Mirzə Fətəli Axundov adına Milli Kitabxanadır. Bir qısa formada Milli Kitabxana haqqında məlumat da verim. Yəni qanunun 7-ci maddəsində Milli Kitabxana haqqında məlumatlar qeyd olunub. Onu mütləq şəkildə oxuyun. Test mərhələsində də düşəcək, müsahibədə də sual verilə bilər, veriləcək daha doğrusu. Yəni bildiyimiz kimi Milli Kitabxananı ləğv eləmək olmaz, mülkiyyət formasını dəyişmək olmaz. Baxın, bu sualda verilib müsahibə mərhələsində. Və əlavə məlumat kimi də verim ki, ümumiyyətlə Axundov adına kitabxana, yəni hal-hazırki Milli Kitabxana, Axundov adına Milli Kitabxana əvvəllər Dövlət Kitabxanası adlandırılırdı və 1923-cü ildə belə deyək, açılışı rəsmən baş veribdir. Və 39-cu ildə isə, yəni 1939-cu ildə isə Axundovun adı verilibdir. Axundov adının Dövlət Kitabxanası. Yəni əvvəllər Dövlət Kitabxanası idi. Amma 2004-cü ildə isə Nazirlər Kabineti Mirzə Fətəli Axundov adına kitabxanaya milli status verib və Milli Kitabxana adlandırılıbdır. Yadda saxlayın, ümumiyyətlə dövlət müəssisələrinin statusu Nazirlər Kabineti verir. Təbii ki, kitabxanalar da müəyyən bir meyarları qarşılamalıdırlar ki, həmən statusu ala bilsinlər. Milli status da verilə bilər, respublika statusu da verilə bilər. Orada baxırlar kitabxananın fondu nə qədərdir, tutaq ki, kitab verilişi nə qədərdir, oxucu gəlişi nə qədərdir. Məsəl üçün, milli status almaq üçün kitabxananın 4 milyon fondu olmalıdır. Yəni 4 milyondan az olmamalıdır və s. Bu ayrıca bir mövzudur. Sadəcə bilməlisiniz ki, dövlət siyasətini həyata keçirən kitabxana Milli Kitabxanadır. Milli Kitabxananı ləğv eləmək olmaz, mülkiyyət formasını dəyişmək olmaz. Ümumiyyətlə, Azərbaycanda nə qədər kitabxana varsa, metodiki təminatı həmən kitabxanalara Milli Kitabxana yerinə yetirir. Biri var, ayrı-ayrı kitabxanalara öz sahəsi istiqamətində olan kitabxana metodiki təminatı yerinə yetirsin, yəni metodiki köməkliyi göstərsin. Amma sual düşsə ki, bütün kitabxanalara metodiki təminatı hansı kitabxana yerinə yetirir? Bilin, Milli Kitabxanadır. Axundov adına Milli Kitabxanadır. Amma ayrı-ayrı sahələrdə, məsəl üçün, məktəb kitabxanalarına pedaqoji kitabxanadır. Universitet kitabxanalarına Bakı Dövlət Universitetinin elmi kitabxanasıdır. İnstitutlara Amiyanın Mərkəzi Elmi Kitabxanasıdır. Tibb sahəsində olanlara tibb kitabxanasıdır və s. Biri var, ayrı-ayrı istiqamətdə olan kitabxanalara metodiki təminatı yerinə kitabxanalar. Məsəl üçün, var uşaq kitabxanaları, Firdun Köçərli uşaq kitabxanası metodiki təminatı yerinə yetirir. Amma söhbət bütün kitabxanalardan getsin. Respublikada bütün kitabxanalara metodiki təminatı hansı kitabxana yerinə yetirir? Bilməlisiniz ki, Mirzə Fətəli Axundov adına Milli Kitabxana. Keçək ikinci sualımıza. Kitabxana fondunun uçotu və mühafizəsi. Bu da test mərhələrindən dəfələrlə düşən suallardan biridir və müsahibə mərhələsində də bu sualı verilir. İlk növbədə yadda saxlayın ki, kitablar kitabxanaya gəldiyi an, təbii ki, onlar texniki cəhətdən işlənməlidir, ştamp vurulsun, inventar nömrə yazılsın və s. Ondan sonra da onlar uçot kitabına qeyd olunmalıdır. Yəni, kitabxana fondu uçotu deyəndə istər kitabxanaya gələn kitabların qeydiyyata alınması, istər fonddan çıxardığımız kitabların qeydiyyata alınması nəzərdə tutulur. Kitab gəldi kitabxanaya, dərhal ona ştamp vurulmalıdır, inventar nömrə yazılmalıdır, yəni texniki cəhətdən işlənməlidir. Daha sonra isə təbii ki, ümumi uçot kitabına, fərdi uçot kitabına yazılmalıdır. Baxın, kitabxanada ən çox uçotun iki növündən istifadə edirlər. Ümumi uçotdan, bir də fərdi uçotdan. Və imtahan mərhələsində düşə bilər. Hissə deyəndə 3 hissə götürəcəksiniz. İstər ümumi uçot kitabının, istər fərdi uçot kitabının 3 hissəsi var. Hər birinin. Bunu ən çox qarşıdırılan hissə burasıdır. Növ deyəndə bəzən qarşıdırıb hissə deyirlər ki, 3 hissəsi var. Və yaxud da ki, hissə deyəndə deyirlər ki, 2-dir, fərdi və yaxud da ki, ümumi. Xeyr, bu düzgün cavab deyil. 3 hissə deyəndə sual da düşübdür bu hissə, yəni bu sual formasındakı uçot kitabının neçə hissəsi var. Yəni fərqi yoxdur. Ümumi uçot kitabı da ola bilər, fərdi uçot kitabı da ola bilər. Hər ikisinin 3 hissəsi var.
Həmən kitabın birinci hissəsinə kitabxanaya daxil olan kitablar haqqında məlumatlar verilir. İkinci hissəsini isə fonddan çıxardığımız kitablar haqqında məlumat veririk. Son hissəsini isə, üçüncü hissəsinə isə ümumi yeşun haqqında məlumatlar verilir. Gəlin görək, bəs ümumi çox nə deməkdir? Mənaları, fərqləri nədir? Fərdi çoxla ümumi çoxun. Ümumi çoxun, tutaq ki, birinci hissəsinə dedik, gələn kitablar haqqında məlumat yazılır. Sadəcə sayı yaza bilərik. Tutaq ki, kitabxanaya gəldi 500 ədəd tutaq ki, kitab. Bunu təbii ki, bölə bilərik, dilinə görə bölərik, mövzusuna görə bölüb sayını yaza bilərik. Məsəl üçün 25 Azərbaycan dili, 30-u ingilis dili, tutaq ki, nə bilim, 50-si tutaq ki, riyaziyyat elmlərinə dairdir, onu tarix elmlərinə dairdir və s. Belə bölüb, dilinə və mövzusuna görə bölüb sayını qeyd edə bilərik. Ümumi çoxda, birinci hissəsində. İkinci hissəsində də fonddan çıxardığımız yenə kitabların sayını qeyd edə bilərik ki, hansı dildə olan kitabı çıxartmışıq, ümumi sayını da göstərə bilərik, hansı dildə və ya da ki, hansı mövzuda olan kitabı çıxartmışıq və s. Amma fərdi çox kitabında isə istər daxil olan, istərsə də xarici dilə, yəni fonddan çıxarılan kitablar haqqında ətraflı məlumat qeyd olunacaq. İnventar nömrəsidir, kitabın adıdır, müəllifin adıdır, neçə nüsxədə olmasıdır, qiymətli və s. Yəni, hər bir çıxarılan və ya da ki, hər bir daxil olan kitab haqqında istər birinci hissədə, istər ikinci hissədə ətraflı şəkildə ayrı-ayrı məlumatlar qeyd olunacaq. Yəni, bir də qeyd edirəm, yadda saxlayan kitabxana fondunun uçotu deyiləndə həm kitabxanaya daxil olan, həm kitabxana fondundan çıxarılan sənədlər haqqında məlumatın yazılması deməkdir. Ümumiyyətlə, kitablar kitabxanaya daxil olduqda onunla inventar nömrə yazılmalı, ştamp vurulmalı. Daha sonra isə uçot kitablarına yazılmalıdır. Azərbaycan kitabxanalarında da uçot kitabının, ümumi uçot kitabından da, fərdi uçot kitab formasından da istifadə olunur. Hər bir uçot kitabında 3 hissəsi var. Birinci hissəsində daxil olan kitablar haqqında məlumatlar qeyd olunur. İkinci hissəsində fonddan çıxarılan kitablar haqqında. Üçüncü hissəsində isə fonddan çıxarılan kitab deməyək, fonddan çıxarılan ədəbiyyatlar deyək, məlumatlar qeyd olunur. Üçüncü hissəsində isə yekun haqqında məlumatlar qeyd olunur. Bax, bu şəkildə müsahibədə əgər belə bir sual verilsə, bu şəkildə cavablandırarsınız. Testdə də ayrı-ayrı düşə bilər, hissə düşə bilər, növü düşə bilər və yaxud da ki, birinci hissəyə nə aiddir, ikinci hissəyə nə aiddir, belə bir suallar düşə bilər. Bir də yadda saxlayın ki, fərdi çoxu müxtəlif formaları var. Əsas da inventar kitabı ilə qeydiyyat dəftərindən istifadə olunur. Yəni, inventar kitabı da fərdi çox deməkdir. Qeydiyyat dəftəri də fərdi çox deməkdir. Bir də yadda saxlayın ki, kitabxana fondundan nə zaman, hansı ədəbiyyatları, hansı sənədləri çıxarda bilərik? Belə bir sual düşə bilər və yaxud da ki, müsahibə mərhələsində sual verilər. Yadda saxlayın ki, itən kitablar ola bilər, yararsız hala düşən kitablar ola bilər və yaxud da ki, içərisində informasiya köhnələ bilər. Belə əgər sənədlər varsa, onların fondda qalmasına ehtiyac yoxdur. Çünki artıq yük deməkdir. Yəni, fondun artıq yük hesabı olunacaq və kitabxana fondundan çıxarılmalıdır. Bir də yadda saxlayın, biz kitabxana fondundan kitab çıxardanda ona iki səbəb göstərmirik. Yəni, demirik, həm itib, həm içindəki informasiya köhnəlmişdir. Və yaxud da ki, həm yararsız haldadır, həm informasiya köhnəlib. Yəni, bir sözlə, əgər fonddan kitab çıxarılırsa, ona birdən çox səbəb göstərmək olmaz. Yalnızca bir səbəb göstəririk. Fonddan çıxardırıq və ona 2 nüsxə akt tərtib edirik. Keçək ikinciyə, mühafizəsinə. Kitabxana fondu necə qorunmalıdır, necə mühafizə olmalıdır? Təbii ki, otağın havalandırılmasına nəzarət yetirmək lazımdır, temperatura nəzarət yetirmək lazımdır. Kitabxanaya gələn kitabların vaxtında qeydiyyat və uçota alınmasıdır, vaxtında fonddan çıxarılması. Məsəl üçün, kitabın içindəki informasiya köhnəlib, hələ də qalır fondda. Yəni, belə düzgün deyil. Əgər aşkarlanırsa, yəni görülür ki, informasiya köhnədir və yaxud da ki, kitab itibdir, o fonddan dərhal çıxarılmalıdır. Onun qalması artıq fondun mühafizəsi demək deyil. Yəni, vaxtında qeydiyyata almaq, vaxtında çıxarmaq kitabxana fondundan və yaxud da ki, gələn kitabları vaxtında uçot almaq elə kitabxana fondunun mühafizəsinə aiddir və yaxud da ki, oxucudan vaxtında onların tələb olunması, yəni qaytarılan ədəbiyyatın tələb olunması kitabxana fondunun mühafizəsinə aiddir. Təbii ki, fondun gigiyenasına nəzarət yetirmək lazımdır. Gəmiricilərdən, ziyan vericilərdən, həşəratlardan, bakteriyalardan qorumaq lazımdır sənədləri. Ola bilər ki, bir sənəd aşkarlansın ki, içərisinə bakteriya düşüb və yaxud da ki, həşərat var və s. Elə olan halda ziyan verici var da bir sözdən. Elə olan halda o fonddan həmən kitab ayrılmalıdır, təmizlənməlidir, fond da ümumi təmizlənməlidir, təzədən həmən sənəd yerinə qoyulmalıdır.
Yəni bir sözlə kitabxana fondunun mühafizəsi dedikdə otağın temperaturuna nəzarətdir, havalandırılmasına nəzarətdir, sonra elektrikə nəzarət etmək lazımdır təbii ki, kitabların vaxtında uçotdan alınmasıdır, vaxtında fonddan çıxarılmasıdır, ziyanvericilərdən, gəmiricilərdən, bakteriyalardan, göbələklərdən, yəni bunların hamısından qorumaq lazımdır. Bir də təbii ki, oxucuların ədəbiyyatı vaxtında qaytarılmasına nəzarət etmək də kitabxana fondunun mühafizəsidir. Keçək üçüncü sualımıza. Kitabın inventar nömrəsi nə deməkdir? Bu da test mərhələsinə də düşür. Müsahibə mərhələsində də bax bu sualı ünvanlayırlar. Kitabın inventar nömrəsi kitabın kitabxanaya daxil olduğu sıra nömrəsidir. Və bu sıra nömrəsi də hər il yenilənmir. Elə davam eləyir ardırıca. Yenilənmə deyilən bir şey yoxdur. Tutaq ki, kitabxana yaranıb, birinci gələn kitab, tutaq ki, 2025-ci ildə misal üçün deyək də, yeni bir kitabxanadır, kitab daxil olub, ona bir inventar nömrəsi vermişik. Çünki birinci gələn daxil olan kitabxanaya kitabdır və həmən ilin sonuncu kitabıdır. Tutaq ki, 50-ci kitabdır və 50 inventar nömrəsi yazılıbdır. 2000 gələn növbəti ildə isə daxil olan artıq 51 olacaq, 52. Yəni belə-belə sırayla davam edilməlidir. İnventar nömrə dediyim kimi kitabxanaya gələn kitabların, daxil olan kitabların sıra nömrəsidir və arda davam eləyir. Sıra nömrəsi yenilənmir bir sözlə. Kitabın inventar nömrəsi hara qeyd oluna bilər? Belə də sual ünvanlaya bilərlər, test mərhələsinə də düşə bilər. Yadda saxlayın ki, kitabın özündə bir titul vərəqində qeyd olunur, bir 17-ci səhifədə qeyd olunur. Niyə 17-ci? Bir çap vərəqi 17 səhifə, yəni çap vahidi 17 səhifədən az ola bilməz ona görə. Yəni təkcə kitabın titul vərəqinin 17-ci səhifəsində yox, əlavə yəni kitabdan əlavə yerlərdə də biz onu qeyd edə bilərik. Oxucu formullarında da qeyd olunur, kitab formullarında da qeyd olunur, kartçıqanın üzərində də qeyd olunur və s. Bunlar haqqında da oxucu formulları nədir, kitab formulları nədir və bunlar da test mərhələsinə də düşür, müsahibə mərhələsində də sual verilibdir. İstər məktəb kitabxanaçılarının, məktəb kitabxanaçıları müsahibəsində də sual verilibdir. Elə hər dəfə verilir oxucu formulları, kitab formulları. Bir də təbii ki, attestasiyada iştirak eləyəcək işçilərə də sual veriləcək. Yəni belə, kitabın inventar nömrəsi həm kitabın titul vərəqinə, həm 17-ci səhifəsinə, həm oxucu formullarına, həm kitab formullarına, həm də kartçıqanın üzərinə qeyd olunur. Əvvəlki çəkdiyim videolarda onlar haqqında da məlumat vermişəm. Baxıb yenidən məlumat əldə edə bilərsiniz. Keçək növbəti sualımıza. Biblioqrafik təsvirin sahələr arasında hansı durğu işarəsindən istifadə edilir? Belə bir sual da düşüb, test mərhələsinə də düşüb, müsahibədə də verilə bilər. İlk növbədə qeyd eləmək istəyirəm ki, biblioqrafik təsvir deyəndə biz nə başa düşməliyik? Kitab haqqında biblioqrafik məlumat. Biblioqrafik təsvir kartçıqanın üzərinə yazılır. Həmən kartçıqalar da kataloq kartekalarda yerləşdirilir. Yəni o kartçıqanın üzərinə kitab haqqında məlumat qeyd olunur. Biblioqrafik təsvir deyirlər ümumi adına. Biblioqrafik təsvirin 8 sahəsi var. Hər sahənin özünün ayrı-ayrı ünsürləri var. Hər ünsürün də özündən əvvəl gələn durğu işarələri var. Baxın, bu sual gəlib artıq düşüb. Nöqtəli vergül var, qoşa nöqtə var, kvadrat mötərizə var, kiçik mötərizə var, bərabər işarəsi var, plus işarəsi var, nöqtəli vergül işarəsi var, qoşa nöqtədir, tək vergül işarəsidir, bir yan xətti, iki yan xətti, üç nöqtədir və s. Baxın, bu durğu işarələrindən biblioqrafik təsvirdə ünsürlərdən əvvəl həmən durğu işarələri istifadə olunur. Nöqtə tiri işarəsidir, durğu işarəsi, hətta ayrıca nöqtə tiri işarəsi nə üçün istifadə olunur? Belə bir sual da düşmüşdü. Bax, 8 sahə dedim, biblioqrafik təsvirin 8 sahəsi var. Hər sahəni bir-birindən ayırmaq üçün, fərqləndirmək üçün nöqtə tiri işarəsindən istifadə olunur. Misal üçün, birinci sahənin ünsürlərini qeyd elədik, ikinci sahənin ünsürlərinə keçmək istəyəndə birinci sahəni bitəndən sonra, bütün ünsürlərini bitirəndən sonra nöqtə tiri işarəsi qoyuruq, keçirik ikinci sahəyə. İkinci sahəni bitirdik, nöqtə tiri işarəsi üçüncüyə. Üçüncüdə tutaq ki, bitirdik, nöqtə tiri dördüncüyə. Ümumiyyətlə, biblioqrafik təsvir ayrıdır. İndi nə zaman üçüncü sahə istifadə oluna bilər, nə zaman ikinci sahə istifadə olunur, ən çox hansı sahələrdən istifadə olunur, o da ayrıca bir mövzudur. Sadəcə indi durğu işarələri haqqında məlumat vermək istəyirəm. Yəni belə. Və yaxud da ki, indi bir-ikisi haqqında yenə də məlumat verim. Durğu işarələri onsuz sayda hansılardır? Yadda saxlayın, bir də təkrarlayıram. Plusdur, bərabərlikdir,
qoşa nöqtədir, nöqtəli vergüldür, sadəcə vergüldür, bir yan xəttdir, iki yan xəttdir, kvadrat mötərizə, kiçik mötərizə, üç nöqtə və s. Yəni bunlar təsvirdə istifadə olunan durğu işarələridir. Məsəl üçün biz kitabın elini yazmaq istəyirik, düzdürmü? Elindən əvvəl sadəcə vergül işarəsindən istifadə eləyəcəyik. Və yaxud da ki, biz nəşriyyatın adını yazmaq istəyirik. Nəşriyyatın adından əvvəl qoşa nöqtə işarəsindən istifadə eləyəcəyik. Və yaxud da ki, roman, hekayə, nağıl olmasını bildirmək istəyirik. Bu, sərlövhəyə dair məlumat gedir. Roman da hekayə yazmamışdan əvvəl qoşa nöqtə işarəsini istifadə edəcəyik. Və yaxud da ki, qoşma materialı haqqında məlumat göstərmək istəyirik. Ondan əvvəl plus işarəsindən istifadə edəcəyik. Paralel sərlövhəsini tutaq ki, yazmaq istəyiriksə, paralel sərlövhədən əvvəl bərabər işarəsindən istifadə edəcəyik. Bunların da təbii ki, mənaları var, hamısını bilməlisiniz. Paralel sərlövhə deyəndə kitabın başqa dildə olan adı nəzərdə tutulur. Yəni bərabər işarəsi qoyulur. Kitabın ingilis dilində adı verilibsə sənədin içərisində, İngilis dilində adı qeyd olunacaq və s. Keçək digər sonuncu sualımıza. 5-ci sual. Analitik biblioqrafik təsvir nədir? Bu da test mərhələsində dəfələrlə sual düşübdür. Bu sualda ilk növbədə qeyd eləyək ki, analitik biblioqrafik təsvir nələrə tərtib edilir? Sənədin müəyyən hissəsinə, sənədin tərkib hissəsinə. İkisi də eyni mənanı bildirir. Testə gələr sənədin müəyyən hissəsi də düşə bilər. Sənədin tərkib hissəsi də düşə bilər. Yəni belə ayrı-ayrı sözlər şəklində düşə bilər, amma bilin ki, eyni şeydir, fərqi yoxdur. Bəzən müəyyən hissəsi deyilir, bəzən tərkib hissəsi deyilir. Bunlar da nələrdir? Məqalədir, sənədin tərkib hissəsidir, yəni müəyyən hissəsidir. Kitabın içərisində olan bölmədir, paraqrafdır, fəsildir. Bu, əgər biz bunlara biblioqrafik təsvir tərtib eləmişiksə, yəni onlar haqqında məlumat qeyd eləmişiksə kartizkanın üzərində, deyəcəyik bunlar analitik biblioqrafik təsvirdir. Baxın, biri var, kitabın özünün təsvir eləyək. Deyəcək bu biblioqrafik təsvirdir. Kitab haqqında məlumatı qeyd edirik. Müəllifi kimdir, kitabın ümumi adı nədir? Sonra kitab nə bilim romandırmı, hekayədirmi bunu yazırıq. Yenidən təzədən yaza bilərik. Müəllifi kimdir? Bir yan xətt işarəsi yazmaqla. Sonra nöqtəli vergüldən redaktorlara, rəyçiləri varsa bunları yaza bilərik. Hansı şəhərdə nəşr olunub, hansı nəşriyyatdadır, neçənci ildədir, səhifəsi nə qədərdir və s. Yəni kitab haqqında ümumi təsvir tərtib ediriksə, biblioqrafik təsvir olacaq. Amma kitabın içindən bir bölməni götürmüşüksə, bir fəsli götürmüşüksə və yaxud da ki, jurnalın, qəzetin içərisindən bir məqaləni götürüb təsvir eləmişiksə, deyəcək bu analitik biblioqrafik təsvirdir. Yəni bir sözlə, sual düşsə, bilin ki, analitik biblioqrafik təsvir sənədin müəyyən hissəsinə tərtib olunur. Sənədin müəyyən hissəsi deyiləndə də məqalədir, bölmədir, fəsildir, paraqrafdır, bunlar nəzərdə tutulur. Analitik biblioqrafik təsvirdə həm sənədin müəyyən hissəsi haqqında məlumat veririk, yəni məqalə, bölmə, fəsil haqqında. Həm də iki yan xətt işarəsindən sonra isə biz o məqalənin, o tutaq ki, bölmənin harda yerləşdiyi, yəni hansı sənəddə yerləşdirməsi haqqında məlumat da qeyd edirik. Nümunə kimi mən şifahi şəkildə sizə məlumat verəcəm. Tutaq ki, bir jurnaldan məqalə götürüb təsvir eləyirik. Gəlirik birinci, həmən məqaləni yazan müəllifin yuxarıda, yəni təsvirin başlığında, həm məqaləni yazan müəllifin soyadını, adını qeyd edirik. Soyad, vergül, ad. Aşağı düşürük, məqalənin özünü yazırıq. Baxın, sənədin müəyyən hissəsi haqqında məlumat veririk deyə jurnalın adını gördünüz, gəldik birinci yazmadıq. Müəllifdən sonra həmən məqalənin özünün adını yazırıq. Kvadratın içərisinə mətn yaza bilərik. Drop işarəsi çəkib yenidən təzədən o müəllifin adını qeyd edə bilərik, məqaləni yazan müəllifin. Daha sonra isə iki yan xətt işarəsi çəkib artıq o məqaləni hansı sənəddən götürmüşük, həmən məqalə hansı sənəddə yerləşir, onun adını yazacağıq. Jurnalistsə həmən jurnalın adını, qəzetdirsə həmən qəzetin adını, əgər bir bölmə təsvir eləmişiksə, bölmə hansı kitabda yerləşirsə, həmən kitabın adını qeyd eləyəcəyik. Ondan sonra nöqtə-tiri işarəsi həmən jurnalın ilidir. Təzədən nöqtə-tiri işarəsi həmən jurnalın nömrəsidir. Yəni hansı nömrədən götürmüşük o məqaləni jurnalın içərisində, hansı nömrədir. Və sonra nöqtə-tiri işarəsi, bir də səhifəsi. İndi bu səhifə yerində isə ümumi jurnalın və ya da ki, kitabın səhifəsi yazılmır. Biz məqaləni götürdüyümüz məqalə neçənci səhifələrdə yerləşirsə, götürdüyümüz bölmə neçənci səhifələri əhatə edirsə, yalnız o səhifələrin miqdarını yazacaq. Böyük S hərfi yazılacaq, tutaq ki, 10-15. Ümumi jurnalın, qəzetin və ya kitabın səhifəsi yox, sadəcə götürdüyümüz o sənədin tərkib hissəsi dediyimiz, müəyyən hissəsi dediyimiz
nə varsa, yəni məqalədirmi, ya bölmədirmi, onun yerləşdiyi səhifələrin miqdarını qeyd eləyəcəyik. Bir də əlavə bir məlumat verim ki, analitik biblioqrafik təsvir tərtib eləmişiksə kartoskanın üzərində, həmin kartoskanı aparıb kartotekada yerləşdirəcəyik. Kataloqda yerləşdirməyəcəyik. Çünki kataloqda kitabların siyahısı əks etdirilir, amma kartotekada dövri nəşrlərin, ardam edən nəşrlərin analitik biblioqrafik təsvirlər kartotekada əks olunacaq. 5 sual haqqında bu qədər. Növbəti videonu da izləyərsiniz. Çünki orada da informatikaya ən çox hansı 5 sual düşübsə, onlar əsasında video çəkib paylaşacağam. Ona da dinləyib, ona da baxarsınız. Sizin üçün belə deyək də məlumatlanacaqsınız həmin suallar haqqında da. Belə. Vacib məsələlərdən biri də, yəni qeyd eləmək istəyirəm ki, həm kitabxanaçılıq üzrə, həm informatika üzrə bu olan 5 sual. Burada əlaqə nömrəsi də qeyd eləmişəm. Növbəti ay ərzində, yəni aprel ayında yeni qrupla dərsə başlayacağam. Kimlər ki, qrupa qatılıb mənim dərslərimdə iştirak etmək istəyirsə, burada görünən nömrə ilə əlaqə saxlayıb növbəti ay üçün qeyd ola bilərlər. Hələlik hər birinizə uğurlar.